Azərbaycanla Slovakiya arasında əlaqələr genişlənir, əməkdaşlıq bir çox sahələr üzrə daha da möhkəmlənir və eyni zamanda Prezident İlham Əliyev Slovakiyaya səfəri zamanı da məhz bu qarşılıqlı əlaqələr bir daha müzakirə olunub. Təbii ki, bir sıra mühüm sənədlər də imzalanıb. Hazırda biz studiyamızda elə Azərbaycan-Slovakiya siyasi və iqtisadi əlaqələrini müzakirə edirik. Qonaqlarım Millət vəkili Cavanşir Feyziyev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdürü, İqtisad elmləri doktoru Aqil Əsədovdur. Hər ikinizi salamlayıram studiyamızda. Xoş gəlmişsiniz. Cavanşir müəllim, elə öncə sizdən başlayaq. Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr. Hazırki əlaqələri necə qiymətləndirmək olar? Hazırki əlaqələri artıq çox yaxşı qiymətləndirmək olar. Çünki onun detallarını da müzakirə edək. Bəli, biz müstəqilliyimizi bərpa etdikdən sonra uzun müddət bir sıra mərkəzi Avropa ölkələri ilə səmərəli əlaqələr qura bilməmişik və bunun səbəbi ondan ibarətdir ki, o ölkələr Avropa Birliyinə qəbul olan zaman çox zəif iqtisadi vəziyyətdəydilər və ona görə Avropanın güclü dövlətlərinin təsiri altındaydılar və digər aparıcı dövlətlərin əhval-ruhiyyəsinə uyğun olaraq bizimlə münasibətlərə girməyə meyilli idilər. Şəxsən mən özüm şahid olduğum 2017-22-ci illərdə Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında birgə komitənin həmsədri olduğum zaman Slovakiya, Sloveniya kimi ölkələrin parlamentarları bizimlə görüşdən qaçırdılar. Yəni yayınmağa çalışırdılar. Niyə? Çünki onlara təlimat belə verilmişdi. Onlar Fransa kimi, məsələn, və ya İsveç kimi, digər Yunanistan, Kipr kimi ölkələrlə əlaqələri daha sıx olduğundan onların təlimatı ilə onlar bizlə əlaqələrdən yayınırdılar və Ermənistanla daha yaxın əlaqələr qururdular. Amma görürsünüz, Vətən müharibəsindən sonraki vəziyyət, yeni reallıq hər şeyi dəyişdi. O cümlədən Azərbaycana qarşı münasibəti də dəyişdi. İndi bu görüşlərdə məsələn biz müşahidə edirik ki, Slovakiyanın həm baş naziri, həm prezidenti, hökumət üzvləri Azərbaycanla daha yaxın münasibət qurmaqdan çox məmnundular və onlar Azərbaycana nə qədər onların ehtiyacı olduğunu artıq dərk edirlər. Və xüsusilə Avropada enerji təchizatının belə çətin duruma düşdüyü bir vaxtda 2027-ci ildən etibarən ümumiyyətlə Rusiya qazından tam şəkildə imtina olunmasının nəticəsi ona gətirib çıxara bilər ki, onlar qaz təminatı ilə tam təmin olunmaya bilərlər. Və necə Slovakiya prezidenti görüşdə cənab prezidentə izah elədi, o hər iki tərəfdən həm Qərbi Avropa tərəfdən gələn enerji strukturunda, həm Cənub Qaz Dəhlizi tərəfdən gələn enerji strukturunda, enerji şəbəkələnməsi strukturunda ən axırıncı yerdədirlər. Ona görə onların qaz çətinlikləri ola bilər və olacaq da əgər Azərbaycanla münasibətləri qaydaya salıb bu sahədə əməkdaşlığa başlamasalar. Digər tərəfdən Slovakiya NATO üzvü olan bir ölkədir. Slovakiya BMT-nin üzvü kimi ayrıca bir səsdir BMT-də. Və Azərbaycanın şübhəsiz Avropa İttifaqının üzvü, NATO-nun üzvü olan bir ölkə ilə daha yaxın əməkdaşlıq etməsi bizim siyasi maraqlarımıza uyğundur və xüsusilə də ona görə ki, Slovakiya və Azərbaycan arasında böyük bir əməkdaşlıq potensialı var və o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlıq potensialı var. Və bütün bu münasibətlər son bir neçə il ərzində canlanıb. Əvvəllər dediyim kimi çox belə bizdən yayınmağa çalışırdılar, bizimlə münasibətlər qurmaqdan maraqlı görünmürdülər. Amma əlbəttə bu onların özlərinin milli maraqlarının təzahürü deyildi. Bu, Avropanın digər inkişaf etmiş ölkələrinin onlara göstərdiyi təsirin nəticəsidir. Bizim Vətən müharibəsinin yaratdığı yeni reallıq Azərbaycanın beynəlxalq əlaqələrini daha da inkişaf elətdirdi və daha geniş imkanlar açdı və xüsusilə Avropa qitəsində. Və digər tərəfdən Slovakiya ilə iki tərəfli münasibətlər ilə Azərbaycan-Avropa münasibətlərinin bir tərkib hissəsidir. Yəni Avropa Birliyinin üzvü olaraq Slovakiya ilə yaranan hər hansı bir əməkdaşlıq elə bütövlükdə Avropa İttifaqı ilə
apardığımız əməkdaşlığın tərkib hissəsi kimi bu əməkdaşlığa mühüm töhfə verir. Və bu baxımdan düşünürəm ki, bu da çox uğurlu addımlardan biridir. Təşəkkür edirəm sizə Cavanşir müəllim. Aqil müəllim, təbii ki biz burada sizinlə iki tərəfli əlaqələrin iqtisadi tərəflərini müzakirə edəcəyik. Ümumiyyətlə, enerji təchizatının şaxələndirilməsi çərçivəsində məhz Slovakiyanın Azərbaycanla əməkdaşlıqdan gözləntiləri nədir? Biraz öncə Cavanşir müəllim çox doğru qeyd elədi ki, onlar müəyyən bir müddət oldu ki, özlərinə qadağa qoydular, özlərini kənarda saxladılar, amma gördülər ki, sonda özləri uduzdular. Məhz bu baxımdan istərdim ki, bunu dəyərləndirək. Bəli, hörmətli millət vəkilimiz də qeyd etdi. Slovakiya ötən ildən artıq Azərbaycan qazının alıcısıdır və bildiyimiz kimi Azərbaycan 14 ölkəyə qaz ixrac edir ki, bunun 12-si Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Əslində biz Slovakiya ilə münasibətlərə həm Avropa İttifaqı timsalında münasibətlərin bir tərkib hissəsi kimi baxaraq, həm də ayrıca iki dövlət arası münasibət kimi. Burada Slovakiyanın Cənub qaz dəhlizinin davamı olaraq TANAP-TAP layihəsinin davamı olaraq qaz alıcısı kimi olması, eyni zamanda Slovakiyada sənayenin inkişaf edən istiqamətlərinin elektrik enerjisinə ciddi ehtiyacının olması Azərbaycanla münasibətləri Slovakiya üçün vacib edir. Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, həm də eyni zamanda bildiyimiz kimi alternativ enerji mənbələrindən uzun müddətli gözləntilər olan bir dövlətdir və bu istiqamətdə də Avropanın özünün dəstəklədiyi bir sualtı kabel layihəsi var ki, yaxın gələcəkdə həm Azərbaycan, həm də eyni zamanda o kabel vasitəsilə Orta Asiyanın alternativ enerji mənbələrindən əldə etdiyi elektrik enerjisini Avropaya ixracı məsələləri var. Eyni zamanda Slovakiyanın Avropa İttifaqı çərçivəsində öz milli maraqları istiqamətində müstəqil siyasəti var ki, bu da Azərbaycanla uyğun gələn bir inkişafa, iqtisadi məsələlərə dəstək verən bir göstəricidir. Çünki Azərbaycan da hər zaman müstəqil siyasət yeridən, sülhpərvər siyasət yeridən bir tərəfdir. Slovakiyanın inkişaf istiqamətlərinə nəzər salsaq, Slovakiyada IT texnologiyası, süni intellekt, rəqəmsallaşma istiqamətləri inkişaf eləyir. Qeyd etdiyimiz kimi bunun kifayət qədər enerji təminatına ehtiyacı var. Slovakiya Azərbaycan qazının Avropa bazarında daha da şaxələndirilməsində bir istiqamət ola bilər. Artıq ötən ildən qaz alıcısıdır və o qazın paylanmasına bağlı bir tərəf ola bilər. Və keçən il 2024-cü ildə ölkələr arası strateji tərəfdaşlığa dair bir saziş imzalandı ki, bu saziş çərçivəsində də artıq münasibətlərin daha geniş əhatəli inkişafı məsələləri var. Keçən il Azərbaycan Nefti Azərlaytın ilk partiyası Slovakiyanın deməli neft emalı zavodunda emal edildi. Bu da əməkdaşlıq istiqamətlərindən birini özündə ifadə edir. Ümumiyyətlə Slovakiya ilə inkişaf istiqamətləri yalnız enerji sahəsi ilə bağlı deyil. Burada kifayət qədər başqa istiqamətlər də var. Hörmətli Cavanşir müəllim qeyd elədi, müdafiə sənayesi ilə bağlı Slovakiyanın çox ciddi uğurları var və Azərbaycan investisiyası ilə Slovakiya texnologiyasının birləşməsi həm də bu uğurların daha da inkişaf etməsinə, Slovakiyanın uğurlarının artmasına, Azərbaycanda yeni müəssisələrin açılmasına dəstək verə bilər. Azərbaycan əlbəttə hər zaman sülhpərvər bir dövlətdir. Yəni Azərbaycanın öz silahlanması baxımından yox, ümumilikdə müdafiə sənayesinin inkişafı baxımından investisiya qoyuluşu məsələləri, Azərbaycanda sənaye müəssisələrinin açılması baxımından bu münasibətlər önəmlidir. Eyni zamanda Slovakiya ilə münasibətlərdə Azərbaycan-Slovakiya münasibətlərinin bir mühüm istiqamətini də təşkil edən Azərbaycanın hal-hazırki daxili siyasətinin prioritet istiqamətlərindən birini işğaldan azad edilmiş ərazilərin bərpası təşkil edir. Həm buradakı işğaldan azad edilmiş ərazilərdəki enerji mənbələrinin istismara cəlb edilməsi, xüsusilə alternativ enerji mənbələrinin orada hidroenerjidən, külək enerjidən istifadə məsələləri. Slovakiya artıq ötən ildən deməli Ağdam rayonunun Başqərvənd kəndində ağıllı kənd layihəsinin icrasına başlayıbdı. Hesab edirəm ki, bu dediyimiz məsələlər gələcəkdə daha geniş əməkdaşlıq üçün şərait yaradacaqdır. Yəni, həm neft emalı istiqamətində, həm qaz ixracı istiqamətində, həm gələcəkdə elektrik enerjisi istiqamətində olan münasibətlər, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində olan münasibətlər gələcəkdə daha geniş əməkdaşlıqlar üçün əsas olacaqdır. Ötən il bağlanan strateji tərəfdaşlıq sazişi,
dövlət başçısının ilk rəsmi səfəri, o cümlədən ilk rəsmi səfərə qədər müxtəlif beynəlxalq tədbirlərdə dövlət başçılarının görüşləri bu münasibətləri şaxələndirəcək əsas məsələlərdir. Və bir məsələni də qeyd etmək istərdim ki, istənilən dövlətlərarası münasibətlərdə dövlət başçıları, ali şəxslər arasındakı münasibətlər önəmlidir. Azərbaycan Respublikasının prezidenti ilə Slovakiya rəhbərliyinin münasibətləri, bir Azərbaycan Respublikasının rəhbərliyini, Azərbaycan prezidentini dünyanın aparıcı siyasətçisi kimi qəbul edilməsi bu münasibətlərin gələcəkdə daha şaxəli inkişafına öz dəstəyini verəcəkdir. Təşəkkür edirəm Aqil müəllim. Cavanşir müəllim, biraz öncə maraqlı bir fikir səsləndirdiniz. Slovakiyanın Azərbaycana olan münasibəti, təbii ki, orada da maraqlı bir fikir səsləndirdiniz ki, bu heç də onların milli strategiyasından irəli gəlmirdi. Kənar müdaxilə burada mütləq rol oynayırdı. Amma artıq bugün Azərbaycan Ermənistanla sülh mərhələsindədir. Və sizcə Slovakiya Azərbaycan-Ermənistan arasındakı sülh prosesini necə dəyərləndirir və bunun bölgə üçün əhəmiyyətini necə qəbul edir? Şübhəsiz müharibədən sonra post-müharibə dövrü başlayır və bunun da əsas vəzifəsi sülhü sabitliyi təmin etməkdir. Və elə müharibə başa çatandan dərhal sonra Azərbaycan sülh təklifini irəli sürdü və bu sülhün bərqərar olunması üçün ilkin şərtləri irəli sürdü. Və bu istiqamətdə də ardıcıl olaraq bu siyasətini apardı və bugün artıq biz görürük ki, Cənubi Qafqaz sülhə çox yaxındır. Yəni, ən azından müharibənin bir daha olmayacağı ehtimalı hər iki tərəf bunu təsdiq edir və söylüyor. Yəni, iradə, siyasi iradə ona köklənib ki, bir daha müharibə olmasın. Və əlbəttə, amma arada razılaşdırılmalı məsələlər də qalır. Və bütün bu məsələlər barəsində bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici görüşlərində kifayət qədər ətraflı məlumat verdi. Azərbaycan və Ermənistan hansı addımları atır. Məlumdur ki, 8 avqust tarixində Vaşinqtonda paraflanan saziş layihəsindən sonra tərəflər artıq daha intensiv şəkildə görüşlərə başlayıblar. Bu özünü həm qeyri-hökumət təşkilatlarının görüşündə, həm delimitasiya, demarkasiya üzrə komissiyaların qarşılıqlı görüşündə özünü göstərir və həm də elə Azərbaycan Respublikası Prezidentinin köməkçisi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi arasındakı görüşlər. Yəni, bu görüşlər iki tərəfli görüşlər, heç bir vasitəçi olmadan baş tutan görüşlər. Nə qədər çox olarsa biz o qədər daha sürətlə sülhə yaxınlaşa bilərik. Amma sülhü tam formallaşdırmaq üçün əlbəttə Ermənistanda həyata keçirilməli olan bir sıra siyasi tədbirlər var ki, onlardan biri konstitusiyaya dəyişikliklər edilməsidir. Və bu istiqamətdə Ermənistan hökuməti də öz ev tapşırığını yerinə yetirir hal-hazırda. Və Ermənistanda növbəti parlament seçkilərinin qarşıdan gəlməsi bu məsələni bir qədər ləngidir. Amma ehtimal var ki, parlament seçkilərindən dərhal sonra konstitusiya islahatına başlanılacaq Ermənistanda və ondan sonra sülhü tam şəkildə formallaşdırmaq üçün, yəni sonuncu sülh müqaviləsini imzalamaq üçün əlverişli şərait yaranmış olacaq. Və bu şəraitin yaranması təkcə Azərbaycana lazım deyil. Əslində Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan 30 ildən artıq bir müddətdə dalana dirənmiş vəziyyətdə qalıb, Türkiyə tərəfindən bloklanmış vəziyyətdə Azərbaycan tərəfindən bloklanmış. Yəni, bloklanmış deyəndə özlərini bloklayırlar. Və bu şəkildə də ölkənin heç bir inkişaf perspektivi ola bilməz. Və 30 il ərzində onlar torpaq işğal etmək, öz ərazilərini genişləndirilmək xatirinə bu özlərini bu əzablara düçar ediblər. Nə iqtisadiyyat bir addım inkişaf edib, nə sosial həyat yaxşılaşıb, nə siyasi əlaqələri dünyada inkişaf edib, artıb. Yəni, heç nəyə nail olmayıblar. Və indi bunu Ermənistanda cəmiyyət, ən azı cəmiyyətin bir hissəsi dərk edir və onlar da Paşinyan hökumətini bu sülh səylərində dəstəkləyir. Və bu da Azərbaycan maraqlarına uyğundur. Çünki Azərbaycan və Ermənistan arasındakı münaqişə bütövlükdə regionu beynəlxalq inteqrasiya proseslərindən kənarda qoyurdu.
Düzdür, Azərbaycan özü tərəfindən irəli sürdüyü təşəbbüslər əsasında, regional miqyaslı layihələr əsasında dünyanın siyasi və iqtisadi sistemlərinə qoşulmaqda, inteqrasiya etməkdə həmişə fəal olub. Amma bu həm Gürcüstanın, həm Ermənistanın, həm Azərbaycanın bir simbiyoz şəklində regional inkişaf etməsinin qarşısını alıb bu münaqişə. Məsələn, müqayisə etsək Baltika ölkələri ilə, Baltikanı ölkələr Sovet İttifaqından ayrılanda onların arasında heç bir ixtilaf yaranmasına imkan vermədilər. Hərçənd səbəblər vardı, motivlər vardı. Amma onlar anladılar ki, əgər bu toqquşmaya gətirib çıxarsa, o zaman Sovet İttifaqından ayrılmaq çox ağrılı şəkildə baş verər. Bunun əksi olaraq Cənubi Qafqazda Ermənistan Kremlin göstərişlərinə uyğun olaraq belə bir münaqişəni yaratdı və sonda özünü çıxılmaz vəziyyətə saldı. Bugün belə müşahidə eləmək mümkündür ki, həm Gürcüstanda obyektiv reallıq kifayət qədər yaxşı dərk olunur. Çünki Gürcüstan da bir müddət səhv bəlkə, yəni onların milli maraqları nöqteyi nəzərindən baxsaq, səhv bir tərəfli qərarlar qəbul edirdi. Radikal şəkildə, bəli, radikal şəkildə bölgədən ayrılmaq və Avropa Birliyinə güya inteqrasiya etmək. Amma nəticədə gördülər ki, Avropa İttifaqı heç də onların vəd etdikləri kimi deyil. Yəni, Avropa İttifaqına getmək heç də nəyisə əldə etmək deyil, əksinə öz suverenliyinin bir qismini güzəştə getməkdir. Və özəlliklə də əsas bir hissəsini, yəni ölkə daxili həyatın Gürcüstan hökumət tərəfindən deyil, xaricdən tənzimlənməsi və insanların nə cür, necə, hansı qanunlar əsasında yaşamağının Gürcüstan cəmiyyəti və hökumət tərəfindən deyil, xaricdən idarə olunması. Bu artıq heç bir dövlətin milli maraqlarına uyğun ola bilməz. Ona görə də Gürcüstanda da bu artıq dərk olunur və Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması bütövlükdə region daxili əməkdaşlığın yaranması üçün mümbit şərait yaradıb və bu əməkdaşlıq başlayarsa, iqtisadi əməkdaşlıq ilk növbədə və dövlətlər arası diplomatik münasibətlər yaranmaq şərti ilə yaranaraq sonra iqtisadi inkişafa, iqtisadi münasibətlərin inkişafına başlanırlarsa, bundan hər üç ölkə qazanacaq, hər üç ölkə öz iqtisadiyyatını daha intensiv şəkildə inkişaf etdirməyə nail ola bilər. Təşəkkür edirəm Cavanşir müəllim. Aqil müəllim, təbii ki, əgər biz dövlətlərin siyasi əlaqələrindən danışırıqsa, bu heç şübhəsiz ki, həm də iqtisadi əlaqələrin inkişafına gətirib çıxarır. Təbii ki, bu zamanda ölkələr arasında bir çox sahələr üzrə əməkdaşlığa, geniş əməkdaşlığa yol açılır və artıq həm də xalqların yaxınlaşmasına gətirib çıxarır. Ümumiyyətlə, necə düşünürsünüz? Bugün Azərbaycan Avropa ölkələri ilə iqtisadi layihələri necə icra edir? Və həm də soruşmaq istəyirəm ki, Avropa İttifaqına daxil olan üzv dövlətlər necə? Onların Azərbaycanla iqtisadi yaxınlığı nəyə hesablanıb? Əvvəla bir məsələni qeyd etmək istədim ki, Avropa, Çin arasında, dünyanın əsas yük mərkəzi, istehsal mərkəzi olan Çin arasında 700 milyardın üzərində bir ticarət dövriyyəsi var ki, burada da Avropa əsasən idxalçıdır. Əsas deməli, ixracatçı Çin tərəfdir və bu dövriyyənin əsas əlqələrindən biri, əsas marşrutlarından biri Azərbaycan vasitəsilə reallaşır. Bu baxımdan Avropanın Azərbaycanla həm də bu istiqamətdə əməkdaşlıq etməsi bir zərurətdir Avropa üçün. Digər tərəfdən Slovakiya deməli bir neçə transmilli şirkətin investisiyalarını özünə cəlb etməklə Avropada və dünyada avtomobil istehsalı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir ki, bu da gələcəkdə Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında bir istiqamət ola bilər. Başqa bir tərəfdən bugünkü müzakirələrdə də şahid olduq ki, Slovakiya Azərbaycanın qoşulduğu Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq nəqliyyat layihələrinə investisiya qoymaq arzusundadır, istəyindədir və yaxın gələcəkdə bunun reallaşması gözləniləndir bir əməkdaşlıq istiqaməti kimi. Əvvəla Azərbaycan şərq-qərb nəqliyyat dəhlizinin, orta dəhlizin əsas qovşaqlarından biridir və Azərbaycanın iştirakı olmadan, Azərbaycanın
belə deyək də, təşəbbüsü olmadan regionda hər hansı bir layihənin o reallaşdırılması inanılan deyil. Slovakiyada, Avropa ölkələrdə qəbul edilir ki, Azərbaycan iqtisadiyyatı Qafqazın ən böyük iqtisadiyatıdır və Azərbaycanı fərqləndirən cəhətlərdən biri də ondan ibarət ki, bayaq qeyd etdiyimiz kimi Slovakiyaya ki, transmilli şirkətlər investisiya yatırıblar. İnvestisiyanı investor hara qoyur? O yerə qoyur ki, orada stabillik var, orada sabitlik var, orada uzun müddətli qərarlar qəbul edilə bilir. Və Slovakiya ilə Azərbaycanın bu baxımdan da bir iqtisadi əməkdaşlığında oxşarlıq mümkündür. Azərbaycan da sabitlik adasıdır, stabillikdir və bu investisiya cəlbediciliyini, investorların diqqətini cəlb edən əsas məsələlərdən biridir. Və yaxın gələcəkdə Slovakiyanın Azərbaycanın qoşulduğu beynəlxalq nəqliyyat layihələrinə investisiya yatırması təbii ki, Slovakiyanın da Çindən Avropaya ticarət dövriyyəsində, daşıma proseslərində bir tərəf olaraq pay almasında öz deməli töhfəsini verəcəkdir. Bildiyimiz kimi orta dəhliz Azərbaycanın əsas təşəbbüsü ilə reallaşan, Azərbaycanın əsas həlqə olduğu orta dəhliz Çin-Avropa arasında ticarət dövriyyəsində aparıcı istiqamətlərdən biridir və bu dəhlizin reallaşmasında, Azərbaycandan sonra Avropa istiqamətində daşınmasında bugün hələ ki bir marşrut mövcuddur. Bakı, Tbilisi, Qars vasitəsilə biz Türkiyə üzərindən Avropaya çıxırıq. Amma yaxın gələcəkdə bildiyimiz kimi Zəngəzur istiqamətinin reallaşması mümkündür ki, bu da həm daşıma imkanlarını artıracaqdır, həm də eyni zamanda söhbət daşımadan, dövriyyədən gedirsə, bu özü iqtisadi münasibətlərin, iqtisadi əlaqələrin bir təzahürüdür. Və Slovakiyanın bu istiqamətdə də pay alması, nəqliyyat layihələrində iştirak etməsi, eyni zamanda qeyd etdiyimiz avtomobil istehsalı sahəsində Azərbaycan-Slovakiya münasibətlərinin formalaşması bu gələcəkdə iqtisadi münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcəkdir. Azərbaycan-Slovakiya arasında ticari münasibətlər əsas etibarilə baxmayaraq ki, müstəqilliyin ilk illərində ilk diplomatik münasibətlər var idi. Daha əsas etibarilə münasibətlər sistemli şəkildə son 5-6 ildə 2019-cu ildən sonraki dövrdə sistemli şəkildə inkişaf etməyə başladı və öncə də qeyd etdiyimiz strateji tərəfdaşlıq sazişində artıq fərqli istiqamətlər qeyd etdiyimiz müdafiə sənayesidir, nəqliyyatdır, emal sənayesidir. Bu istiqamətlərdə də münasibətlərin gələcəkdə inkişafı nəzərdə tutulur. Təşəkkür edirəm Aqil müəllim. Cavanşir müəllim, və bildiyiniz kimi Avropa İttifaqı ilə bugün Rusiya arasında müəyyən bir gərginlik var. Təbii ki, bu gərginliyin də əsas səbəbi Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları da artırır və hətta səhv eləmirəmsə artıq Rusiyanın aktivlərinin dondurulmasına bağlı onlar bir razılığa da gəliblər. Və belə olan təqdirdə biz Avropa İttifaqı ilə Ermənistan arasında da bir tərəfdaşlıq sənədi imzalanıb. Orada da o 64 səhifəlik sənəddə 4-cü bəndində Azərbaycana qarşı qərəzli məqamlar yer alıb. Belə bir məqamda, belə bir vaxtda Avropa İttifaqı ümumiyyətlə nəyin qisasını alır? Regiona, bilir ki, regionda hazırda bütün məsələlər sülh üzərində köklənib. Amma belə olan təqdirdə hələ də artıq mövcud olmayan Dağlıq Qarabağ ifadəsinin sənəddə yer alması bu nədən xəbər verir? Əminəm ki, onlar bunun cavabını alacaqlar. Amma baxın, bu necə baş verir. Avropa İttifaqı sizin düşündüyünüz qədər də mürəkkəb və ya çox belə təkmil bir quruluş deyil. Yəni, orada indi bu ifadələri yazıblar, Ermənistanla imzaladıqları tərəfdaşlıq. Təbii ki, Ermənistan da burada razılığı, bəli, sənəddə. Amma onlara o iradları bildirəndə, onlar onda dərk edəcəklər ki, yanlış yazıblar. Sonra başlayacaqlar necə bu səhvi düzəltməyə. Bütün bu səhvlər elə Rusiya-Ukrayna müharibəsinə gətirib çıxarıb əslində. Çünki Avropa İttifaqının kənardan özlərini belə çox güc mərkəzi və yaxud güclü bir siyasi platforma kimi göstərməsi bu sadəcə yaradılan mənzərədir. Amma Avropa İttifaqının nə gücü var, nə siyasi iradəsi var və biz bunu Rusiya-Ukrayna müharibəsinə münasibətdə daha aydın görə bilirik. Baxın, 30 il hələ bizim münaqişəmiz mövcud olanda biz Avropa İttifaqını inandıra bilmədik ki, onlar dəqiq, konkret bir söz deməlidir ki, Ermənistan işğalçıdır və Azərbaycan işğala məruz qalan ölkədir. Yəni, müxtəlif yollarla onlar bundan həmişə yayınmağa çalışdılar. Biz məsələni həll edəndən sonra onlar gəldilər, bizi təbrik elədilər. Bəli. Yəni, baxın, Avropanın sifəti, siyasi siması budur.
Və Hətta indi tarixi Vaşinqton görüşündən sonra da biz onların Avropa rəsmilərinin Azərbaycana səfərlərində İndi də biz onu Ermənistanla gördük. imzalanan bu sənəd daha çox Ermənistandan daha çox Avropa-Rusiya münasibətlərindən irəli gəlir. Yəni onlar görürlər ki, Rusiya əslində bu müharibəni niyə başlayıb? Çünki Rusiya-NATO münasibətlərində bir gərginlik vardı. Və NATO-nu təmsil edən ölkələrin böyük əksəriyyəti Avropadır və üstəgəl Amerika Birləşmiş Ştatları. Və bu gərginlik həll oluna bilmədiyi üçün Rusiya Ukraynaya hücum etdi. Və NATO-nu bütövlükdə diqqətini sanki bu problemə yönəltməyə çalışdı. Əlbəttə bu yanlış addım idi. Amma yəni demək istəyirəm ki, bunun baş verməsində səbəblərdən biri də NATO üzvü olan ölkələrin Rusiya ilə danışıqlarda ola bilər ki, kifayət qədər praqmatik olmamasından və yaxud bacarıqsızlığından, səriştəsizliyindən irəli gəldi. Eyni səriştəsizliyi Avropa İttifaqı bizimlə münasibətdə də, Ermənistanla münasibətdə də dəfələrlə sərgiləyib. Və bu dəfə Ermənistanı bu şəkildə biraz başını sığallamaqla onlar indi Ermənistanı yönəldəcəklər ona tərəf ki, siz Rusiya ilə bütün əlaqələri kəsin və Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxardın. Bu da istənilən nöqteyi nəzərdən baxsaq o cümlədən bizim, əlbəttə müsbət bir tendensiyadır. Amma yəni bir işi görmək üçün başqa bir yerdə bir yanlışlıq baş verir, sonra o bu məsələ tutaq ki, həll olur. Deyək ki, Ermənistan şərti olaraq qəbul edək ki, Ermənistan Rusiya ilə bütün əlaqələri kəsdi. Güya ondan sonra nə olacaq? Ermənistan bütün problemlərini Avropa həll edəcək, etməyəcək. Necə ki, indi etmir, necə ki, bizim problemimizdə 30 il həll etmədi, Ermənistanın da problemini həll etməyəcək. Məsələ manipulyasiyadır. Yəni, Avropa siyasətinin ən böyük, deyək ki, aləti, hansısa dövlətlərlə, xüsusən də belə sözə baxan, öz milli maraqlarını hesablaya bilməyən dövlətlərlə manipulyasiya etməkdir. İndi də onlar Ermənistanı şirnikləndirməklə ki, burada məsələn didərgin sözü yazmışıq və yaxud nə bilim hansısa bir terrorçunun adını qeyd eləmişik orada. Bunu şirnikləndirməklə Ermənistanı nəyəsə istiqamətləndirmək və razı salmaq istəyirlər. Və bu da o şey ki, yanlışdır, o bir müddət davam edir və sonra dalana dirənir və geriyə addım başlayır. Və indi burada Azərbaycanın maraqlarına toxunan o ifadələrin həmin sənəddə yer alması yeni bir müzakirə mövzusu açır. Artıq Azərbaycanla Avropa İttifaqı arasında. Və əminəm ki, bizim diplomatik səviyyədə bu problem qaldırılacaq Avropa İttifaqı qarşısında və bu da öz həllini tapacaq. Necə vaxtı ilə hələ 30 il qabaq Ermənistan öz konstitusiyasına yazıb bizə və Türkiyəyə qarşı ərazi iddiasını. Baxın, 30 ildən çox vaxt keçib biz indi onu təkidlə tələb edirik ki, dəyişməlidir və Ermənistan sonunda öz ana qanununu dəyişdirməyə məcbur olur. Eyni şəkildə Avropa Birliyi də öz sazişinə düzəliş etməyə məcbur olacaq. Çünki bölgədə formalaşan yeni reallıq onu məcbur edəcək. Əgər bunu etməzsə, Avropa ilə Azərbaycan arasında, eləcə də bunun zəncirvari təsiri olaraq Avropa ilə Ermənistan arasında da münasibətlərdə həmişə hansısa bir çətinliklər, vaxtaşırı baş qaldıracaq. Əgər bu ifadələr düzəlməsə, yəni tərəfdaşlıq tam səmimiyyətə söykənməlidir. Və Azərbaycan prezidentinin də bütün görüşlərdə bəyan etdiyi şey odur ki, bizim siyasətimiz açıqdır və səmimidir. Biz nə deyirik, onu da edirik. Və hətta Ermənistan cəmiyyəti, rəy sorğuları keçirilir, biz Ermənistan mətbuatını izləyirik. Hətta Ermənistan vətəndaşları belə deyir ki, etiraf edirlər ki, İlham Əliyev nə deyirsə o da olur, onu həll edir, o şəkildə də həyata keçirir. Yəni, siyasət də bunu tələb edir. Yəni, uzun zaman siyasətdə belə bir nəzəriyyə mövcud olub ki, siyasətdə güya ki, əxlaq olmaz, düzgünlük olmaz və s. Amma bu, tarix göstərir ki, yox, onun zamanı keçib. İndiki dövrdə, qloballaşma dövrü bunu adlandırırıq, nə bilim, 21-ci əsr adlandırırıq, yeni dövr adlandırırıq. İndiki dövrdə açıq siyasət, düzgün siyasət
və ədalətli siyasət gec-tez mütləq öz yerini tutacaq. Və Azərbaycan da bu mənada ən parlaq bir nümunədir 21-ci əsr üçün. Və ona görə belə narahat hallar yaşananda, bu cür lazımsız sənədlər imzalananda, lazımsız ifadələr işlədəndə mütləq bunun davamı gəlməlidir, bunun haqq hesabı soruşulmalıdır və o da əminəm ki, soruşulacaq. Təşəkkür edirəm Cavanşir müəllim. Aqil müəllim, ümumiyyətlə Avropa İttifaqı əgər hər hansı bir siyasi gərginliyi yaradırsa, onu formalaşdırırsa, inkişaf etdirirsə, bu həmin ölkələrin digər ölkələrlə iqtisadi münasibətlərinə necə təsir göstərir? Biraz öncə biz Avropa İttifaqı ilə Ermənistan arasındakı o imzalanan sənədi qeyd elədik. Təbii ki, orada ölkəmizə qarşı qərəzli məqamlar yer alıb və eyni zamanda bu onu göstərir ki, Avropa İttifaqı həm də Cənubi Qafqazda bir gərginlik ocağının yaradılmasına çalışır, hər hansısa bir formada sülhə əngəl olmağa çalışır. Və sizcə belə olan təqdirdə iqtisadi münasibətlər kölgədə qalırmı? Təbii ki, iqtisadi münasibətlər, siyasi münasibətlər paralel inkişaf edir. Yəni, siyasi əsas olmayan iqtisadi münasibətlər yoxdur. Həm də siyasət də güclü iqtisadiyyata söykənməlidir. Bu labüddür. Avropa İttifaqının hərəkətinə gəldikdə isə, Cavanşir müəllim qeyd elədi, Avropa İttifaqının məqsədi Ermənistanı, özünün yəni müstəqil siyasəti olmayan Ermənistanı nəyəsə vadar etmək, nəyəsə təşviq etməkdir. Amma ümumi götürəndə Avropa İttifaqının iqtisadi əlaqələrinə baxanda, coğrafiyasına baxanda, iqtisadi əlaqələrin strukturuna baxanda, Qafqazda Azərbaycan daha çox paya malikdir, yox, ümumiyyətlə Azərbaycanla bu əlaqələr mövcud. Yəni Ermənistanla Avropa arasında hər hansı bir iqtisadi əlaqələr mövcud deyil ki, orada digər müzakirələr açılsın. Avropa İttifaqının Azərbaycanla kifayət qədər əlaqələri var. Əvvəldə qeyd etdiyimiz enerji əlaqələri, qeyd etdiyimiz nəqliyyat əlaqələri və bir məsələni qeyd edim ki, dənizin altından çəkiləcək kabel xəttinin əsas investoru Avropa dövlətləridir, Avropa İttifaqıdır. İlkin kəşfiyyat xərclərinə, layihələndirmə xərclərinə 2 milyona yaxın, səhv etmirəmsə 2 milyon dollara yaxın, nə də avroya yaxın vəsait ayırıblar. Yəni Avropa İttifaqının Qafqazdakı maraqları əsas etibarilə Azərbaycanla iqtisadi əlaqələrdədir. Ermənistanla olan münasibətlər, Avropa İttifaqının qəbul etdiyi sənəd daha çox qeyd etdiyimiz kimi Ermənistanı nəyəsə vadar etməyə köklənir və nəticədə də təbii ki, Azərbaycan o səhvlərin düzəldilməsi üçün Avropa İttifaqına da kifayət qədər sübutlar, sənədlər təqdim edəcəkdir. Artıq zamanı keçmiş, ləğv olunmuş, artıq mövcud olmayan, artıq gör-bagör olmuş məsələləri qeyd etməyə ehtiyac yoxdur. Qeyd olunduğu kimi Ermənistan mətbuatı da, Ermənistan cəmiyyəti də açıq şəkildə ifadə edir ki, Azərbaycan Dağlıq Qarabağda, keçmiş Dağlıq Qarabağda qurulmuş oyuncaq rejimi ləğv etməklə erməniləri zülmdən qutardı, Ermənistanı problemdən qutardı və bu günləri o iqtisadi əlaqələrin inkişafı, qeyd etdiyimiz Zəngəzur dəhlizinin açılması, sülhün bərqərar olunması hamıdan çox Ermənistanın özünə lazımdır. Hamıdan çox Ermənistanın özü üçün vacibdir. Ermənistanın bu günləri biraz Gürcüstandan bir xaricə çıxış yolu var, Gürcüstan vasitəsilə. O da mövsümi olaraq ilin çox vaxtı işləmir və kifayət qədər baxanda orada bir sıxlıq, tıxac görünür. Ermənistanın xaricə çıxışı üçün, Ermənistanın iqtisadi tərəqqisi üçün sülh onlara hava su kimi lazımdır. Təbii ki, biz Avropanın ikili yanaşmalarla, ikili siyasətindən bu 30 ildə dəfələrlə rastlaşmışıq və bu Azərbaycan üçün, bizim üçün o qədər də belə deyək də təəccüblü deyil. Bu ikili yanaşmaları zaman-zaman məqsədli şəkildə ardıcıl həyata keçirilən Azərbaycan siyasi qərarları öz yerinə oturdur və Avropa bu qərarında da, bu qəbul etdiyi sənəddə də belə deyək də yanlışları anlayıb düzəliş edəcəyi yaxın gələcəkdə biz onu görəcəyik. Çünki Azərbaycanla Avropanın iqtisadi əlaqələri buna əsas verir. Azərbaycanda həyata keçirilən ardıcıl düşünülmüş siyasi qərarlar buna əsas verir. Ona görə də düşünürəm ki, bu sənədin elə bir ciddi əhəmiyyəti yoxdur və bu qeyd etdiyimiz kimi ötəri bir təşviq edici xarakter daşıyır. Təşəkkür edirəm Aqil müəllim. Mən yenidən qayıtmaq istəyirəm Azərbaycan-Slovakiya münasibətlərinə. Cavanşir müəllim, səhv eləmirəmsə, Prezident İlham Əliyevin Slovakiyaya bu ilk rəsmi səfərdir və bu ilk rəsmi səfərdən sonra iki ölkə arasında nələr dəyişəcək? Mən bunu siyasi baxımdan Mənə elə gəlir ki, ilk növbədə Adil müəllim daha çox iqtisadi tərəfini danışır. Ona görə mən çalışıram iqtisadi tərəfə toxunmayım. Siyasi diplomatik müstəvidə baxsaq, bayaq dediyim kimi Slovakiya
kimi BMT-nin üzvü olan daha bir dövlətlə strateji tərəfdaşlıq bizə beynəlxalq platformalarda daha çox dəstək təmin edir. Məsələn, Azərbaycan tərəfindən irəli sürülən hər hansı bir təklif, layihə və s. səsə qoyulanda biz dünyanın və yaxud regionun bu təşkilatdan asılı olaraq, beynəlxalq təşkilatdır, regional təşkilatdır, ondan asılı olaraq regionun və ya dünyanın razılığını almalıyıq. Və bu mənada bizim siyasi diplomatik münasibətlərimizin aktiv fazaya keçməsi bizə bu imkanı yaradır ki, Avropa İttifaqının və NATO-nun üzvü olan daha bir ölkə ilə bizim strateji tərəfdaşlığımız yaranır. Yəni buna yalnız sevinmək olar. O baxımdan bu çox əhəmiyyətlidir və əvvəl əgər 10 ölkə ilə bizim strateji tərəfdaşlığımız vardısa, Avropa İttifaqımız var, indi oldu 11 məsələn. Tutaq ki, bu daha... Bu da vacib məqamdır. Əlbəttə, məsələn, Avropa İttifaqı ilə bəzi məsələlərdə, yəni İttifaq hökuməti ilə, bəzi məsələlərdə biz nə isə razılaşdıra bilməyəndə, ən azı bu İttifaqın üzvü olan ölkələrlə biz həmin əməliyyatı, həmin ticarəti, həmin əməkdaşlığı edə bilirik. Çünki strateji tərəfdaşlarımız var. Və Slovakiya bu keçən il imzalanan strateji tərəfdaşlıq müqaviləsi ilə həmin etibarlı tərəfdaşlardan birinə çevrildi Azərbaycan üçün. Azərbaycan da Slovakiya üçün çox önəmli ölkədir. Çünki Slovakiya elə böyük ölkə deyil, onun dünyanın çox böyük dövlətləri ilə o qədər də iqtisadi, siyasi əlaqələri yoxdur. Və regiona baxdıqda regionun da ən aparıcı dövləti, iqtisadi cəhətdən daha böyük dövləti Azərbaycandır və ona görə də Slovakiya əgər az da olsa ətrafa, ən azı Avrasiya miqyasında öz əlaqələrini genişləndirmək istədikdə birinci seçimi Cənubi Qafqazda Azərbaycan olacaq və olubdur zaten. Yəni bunu elə bu dünənki görüşlərdə həm ölkənin prezidenti, həm baş naziri öz çıxışlarında da bəyan etdilər. Və bu baxımdan düşünürəm ki, bu qarşılıqlı faydalı əməkdaşlıqdır. Həm Slovakiya üçün, həm Azərbaycan üçün. Digər tərəfdən, burada sənaye sahəsindəki qarşılıqlı əməkdaşlıq bizim post-münaqişə dövrü üçün, bizim bölgə üçün əhəmiyyətli məsələdir. Onun detallarını artıq mən girmirəm. Amma eyni zamanda Slovakiya, Azərbaycan arasında mədəni əlaqələr, məsələn, dünənki məsləhətləşmələrdə, müzakirələrdə tələbə mübadiləsindən, təhsil sahəsində, mədəniyyət sahəsindəki əməkdaşlıqdan danışılıb. Və bütün bunlar həm Azərbaycanın dünyaya açılmasıdır, daha çox tanınmasıdır, həm Avropanın bizə mənəvi cəhətdən, mədəni cəhətdən yaxınlaşmasıdır, bizi anlaması üçün vacibdir, bizim mədəniyyətimizi dərk etməsi üçün vacibdir. Baxın, uzun illər, 100 ildən çox müddətdə erməni lobby təşkilatları, erməni diasporunun köməyi ilə bütün dünyada Azərbaycana, türklərə məxsus olan mədəniyyət abidələrini, mədəni xüsusiyyətləri öz adlarına çıxıblar. Və bizim dünya ilə geniş siyasi diplomatik əlaqələrimizin olmadığı bir dövrdə, yəni Sovet dövründə, onlar buna nail ola biliblər. Çünki Birinci Dünya müharibəsindən sonra onlar bütün dünyaya yayılmışdı. Amma Azərbaycan kompakt olaraq öz ərazisində yaşayan ölkə olaraq qalıb Sovet dövründə. Yəni, ən azı uzaq xaricə çıxış yox idi. Və bundan istifadə edilərək ermənilər çox yaxşı təşkilatlanıblar bütün dünya boyunca. Və indi bu sərhədlər açıldı. Biz münaqişə ilə üzləşdik, münaqişəni həll etdik. Ondan sonra sürətlə artıq artan əlaqələrimiz zamanı dünya 100 il ərzində eşitdiklərinin yanlış olduğunu başa düşür. Və Azərbaycanla münasibətləri yaxınlaşdıqca, hər bir ölkə ilə yeni bir tərəfdaşlıq sənədi imzalandıqca, onlar bizim mədəniyyətimizlə, iqtisadiyyatımızla, sosial həyatımızla tanış olduqca başa düşürlər ki, 100 il ərzində onları alladıblar. Və bu, bir daha da Azərbaycanla münasibətləri sürətlə inkişaf etdirməyə sövq edir həmin ölkələri. O baxımdan düşünürəm ki, Slovakiya Avropa İttifaqının üzvü və NATO-nun üzvü olmaq nöqteyi nəzərindən Azərbaycan üçün vacib bir ölkədir. Azərbaycan da
hər hansı istiqamətdə əməkdaşlıq etmək üçün potensialı olan bir ölkə olmaq nöqteyi nəzərindən Slovakiya üçün əhəmiyyətli ölkədir. Bəli. Ona görə də bu tərəfdaşlığın uğurlu olacağına əminəm. Təşəkkür edirəm Cavanşir müəllim. Aqib müəllim, son olaraq elə Azərbaycan-Slovakiya arasındakı iqtisadi əlaqələri bir qədər də geniş formada təhlil edək. Ümumiyyətlə, bu əlaqələrin möhkəmlənməsi daha çox hansı tərəfə lazımdır? Təbii ki, dövlət başçısının ilk rəsmi səfəri bu iqtisadi perspektivə bir siyasi əsas yaratdı, siyasi özül yaratdı və bu istiqamətdə qeyd etdik ki, işğaldan azad olunmuş ərazilərin bərpasında Slovakiyanın fəaliyyətinin davam etməsi, ağıllı kəndlərin salınması, eyni zamanda süni intellektlə bağlı Azərbaycanda süni intellektin ayrı-ayrı sahələrdə tətbiqi istiqamətində əməkdaşlıq imkanları mövcuddur. Slovakiya Volkswagen, Kia kimi dünyanın aparıcı şirkətlərinin istehsal mərkəzidir və avtomobil sənayesinin inkişafı ilə bağlı Azərbaycanın hədəfləri var sənaye məhəllələrində. Bu istiqamətdə əməkdaşlıq imkanları mövcuddur və qeyd etdiyimiz kimi enerji istiqamətində, nəqliyyat layihələri istiqamətində Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf perspektivləri mövcuddur. Həm də Slovakiya Azərbaycan qazının Avropada daha da şaxələnməsində rol oynaya bilər ki, bu da həm Azərbaycanın siyasi əlini gücləndirəcəkdir, siyasi mövqeyini gücləndirə bilər, həm də eyni zamanda iqtisadi dividendləri artıra bilər. Mən hər ikinizə təşəkkür edirəm, çox sağ olun. Bir daha xatırladım ki, qonaqlarım millət vəkili Cavanşir Feyziyev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov idi. Biz studiyada Azərbaycan-Slovakiyanı arasındakı siyasi və iqtisadi əlaqələrdən danışdıq.